Əziz və dəyərli Kanal 13 izləyiciləri, yenə maraqlı bir sorğu ilə qarşınızdayıq. Bu dəfə paytaxt sakinlərindən sonuncu dəfə nə zaman restoranda hesabı düşünmədən yemək yemisiniz deyə soruşduq. Sonuncu dəfə restoranda nə zaman hesabı düşünmədən yemək yemisiniz? Her şey olar, düşünmədim. Gərək onda bəm olasan da düşünməyəsən. Ya da ki, pulun o qədər çox olsun ki, başın geçsin. Pulunuz nə zaman çox olub ki, hesaba baxmadan yemisiniz, biz dostlar? Öyle bir xoşbəxtlik mənə elə nəsib olmuyor. Qiymətlər necədir restoranlarda? İnsanların büdcəsinə uyğundur mu? Ama indi her gün restoranda indiki hal-hazırki şəraitdə o maaşlarla yemək olmur. Onu gərək aylıq gəliri necə olmasa bir günübə bir 200-300 dollar düşsün ki, onda restoranda hər gün yesin. Mesela siz aldığınız pensiya ilə ailə üzvlərinizi apara bilərsinizmi restoran? Geniş danışmayın da. Ben deyim ki, dalamısınız. Pensiya ilə heç şeydir, kommunal xərcləri güclə verirsən. Ay Allah, laf çox da yadımda deyil. Vallahi heç mən restoranda oturmamışam deyəcəyəm, inanmayacaqsınız. Heç vaxt. Niyə görə? Özümüzün yeməklərimiz daha yaxşıdır. Özümüz pişirən, səliqəli, yağı bilirsən nədir. Hiss olmazmı restoranda oturasınız, yemək yeyəsiniz? Yaxşısı budur ki, ev xanım evdə oturub pişirib yeyər, qonaqlayar, camaata da gələr yeyərlər. Mən elə... Məsəl üçün, övladlarınız filan gedirmi? Məsələn, hesablar, qiymətlər... Oğlanlarım bilir. Məsələn, qiymətlər necədir? Qiymətlər... Onlar mənə qiymətlərin necə olduğunu demir. Onlar bu anda 300-400 manat şot verib çıxırlar oradan. Amma onu bilirəm, ciblərindən tapmışam. Ötən illərə nisbətən qiymətlər necədir? Artır. Dəhşət. Səncə də artmır? Münasibətiniz necədir? Münasibət deyəndə nətə olacaq? Qiymət artımında kimi münasibət yaxşı düşür. Arta gedir də. Yaxşı da artmasın da, nə olar? Bir iki nəfər gələndə azı 30 manat yeri verməniz. Qiymətlər normaldırmı indiki dönəmdə? Ya, bağlıdır. Sən nə Qabaq yaxşı idi, indi bağlıdır. Sonuncu dəfə nə zaman heç vaxt. Ya həmişə düşünmüsünüz, düşünməmisiniz? Düşünmüşəm həmişə. Niyə görə düşünmüsünüz? Yəni cibimdəki pula görə sifariş vermişəm də, bəlkə çox gələcək ona görə yəni. Yəni bahadırmı? Baha deyil, baha deməzdim. Yəni hamının cibinə uyğun yerlər var da. Baxırsan oturduğun yerə də, ona görə baxmaq lazımdır hesaba məncə. Bahalaşma var hər şeydə olduğu kimi, bunda da var yəni. Hər yerdə, bütün ölkələrdə qalxır da qiymətlər, bizdə də onun kimi. Düzdür, maaşda bizdə qiymətlər bahalaşmaya nəzərən az qalxır, amma yəni bahalaşma normaldır. 400 manat maaş olan biri 100 manatlıq hesab ödəyə bilərmi restoranda? Xeyr, əlbəttə ki yox. İnanın ki, yalan deyirəm. Keçən il olar. Keçən il. Onda qiymətlər necə idi? Məsələn, ötən illərə nisbətən. Yəni bu ildən xəbərim olmadığına görə keçən il normal idi əslində. Yəni keçən il üçün normal idi, amma bu illə də müqayisə eləyə bilməyəcəm çünki olmamışam. Getməmişəm. Hər zaman hesabı düşünüb sifariş eləmişəm. Yəni uyğundur. Uyğundur. Məsələn, maksimum nə qədər hesab verdiyiniz olub? Mən verməmişəm hesabı, yoldaşım verib hər zaman. Amma yəni ki, günümüzü keçirtmişik də. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala abunə olmağı unutmayın.